Çox vacib bir mövzudur. Hətta insan həyatında insanın səadət və bədbəxtçiliyi bax buna bağlıdır. İnsanın baxışı düz olsa, o xoşbəxt insandır. Amma baxış əyri olsa, onun bədbəxtçiliyi ondan bilinir. Mən hardan bilim ki, bu adam xoşbəxt adamdır, yoxsa bədbəxt adamdır? Bax, gör bunun məsələlərə baxışı necədir? Baxmayı onun dünya malına, imkanı var, yoxsa yoxdur, varlıdır, kasıbdır. Baxma onun giyiminə, baxma onun sürdüyü maşına, yaşadığı evə, vəzifəsinə, şanına, şöhrətinə. Bax onun bəsirətinə. Görərsən, bunların heç biri olmayan adam gələr sənə elə bir dənə ağıllı söz deyər. Oturarsan, fikirləşərsən ki, bəlkə də o ağıllı sözü illərlə bundan belə yaşasaydın, çatmazdın o ağıllı sözə. Adam fikirləşir ki, Allah, doğrudan da bu necə xoşbəxt insandır ki, bu hər şey, məsələn, adamın hər şeyi var, hər şeyi var. Amma məsələni olduğu kimi görməyəndə özünü bədbəxt hesab edir. Hər şey var. Deyir ki, yəni bunların heç bir mənası yoxdur. İnsanın xoşbəxtçiliyi, bədbəxtçiliyi bağlıdır onun baxış tərzinə. Təhlil eləyəndə, analiz eləyəndə görürük ki, biz necə baxıb görürük həmin məsələləri. Həyatı necə başa düşürük? Həyatı düz başa düşsək, nə xoş halımıza. Dini düz başa düşsək, nə xoş halımıza. Ətrafımızda baş verən reallıqlar, həqiqətlər olduğu kimi görsək, xoşbəxt adamdır o adam ki, onun nəyi var? Bəsirəti var. Xoşbəxt adam deyil o adam ki, onun məsələn dünyası var, vəzifəsi var. Hətta xoşbəxt deyil o adam ki, məsələn namazı var, ibadəti var. Çünki namazın içində, ibadətin içində çox bədbəxtlər gördük. Xoşbəxt insan o insandır ki, onun baxışı düzdür. Məsələn, müsbət baxmaq, mənfi baxmaq. Müsbətə yozum, yaxşıya yozum, pisə yozum. Məsələn, görsən, qabağından qara bir şey keçdi, onu pisə yozur. Biri tək səbir gətirdi, onu pisə yozur. O insanın baxış tərzidir. Gör, nə qədər baxış zəifdir bunda ki, hər şeyini qara pişiyə bağlayır, hər şeyini bir dənə tək səbirə bağlayır. Amma bunların hamısı bağlanır insanın baxışına. Əgər mənim baxışım bu cür olsa ki, Allahın izni olmadan heç nə baş verməz, 1000 dənə qara pişiyi keçsin, 1000 dənə tək səbiri gətiricilən xeyri yoxdur. Allahın əgər bu işdə izni yoxdursa və yaxud da izni varsa, məsələ o cür olacaq. Məsələn, filan şey mənə düşmür. Çünki baxış səhvdir. Dünyaya baxış səhvdir. İlahiyyata baxış səhvdir. Əfsuslar olsun ki, hətta dinin içərisində olanların da içində belə məsələlər var.